Herkese salam, Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bugün Sren kimi kriptovalyutalardan bazarda danışacağıq. Yəni bir gündə 100% qalxıb, 500% qalxıb, 300% qalxan kriptolar haqqında danışacağıq. Burada adətən tərs psixologiya olur. Məsəl üçün baxırsan ki, 100% məsələn qalxıb da, düzdür? Ancaq shortunu gözləyirsən, yəni kriptovalyutanın düşəcəyini gözləyirsən, kriptovalyuta nə olur? Təkrardan yüksəlməyə başlayır. Eynən elə bu qrafikdə də Sreni görə bilərik ki, hal-hazırda Sren uça-uça gedir. İndi baxın dostlarım, sizə burada hamınıza bir sual verirəm. Siz olsaydınız, baxın, buradan long mu girərdiniz, yoxsa short mu girərdiniz? Bax, qısa qazanc necə götürə bilərik, bunu sizə göstərim. Burada gördüyünüz kimi 34'ün üzərindədir və ən təpə nöqtəsidir də hal-hazırda, düzdürmü? Qrafikdə bizim gördüyümüz. Bax, tərs psixologiyanın qurbanı olmamaq üçün çox rahat şəkildə görün necə qazanc əldə edirik. Balansın 50%-ni qoyuram. Yəni çox yüksək miqdarla artıq bu arada qalxa-qalxa gedir. Baxın, mənim açdığım pozisiya, bir dəqiqə, buna maksimum nə qədər? 111 dollar pul qoya bilirik. Bu arada 112 dollar falan. Baxın dostlarım, bir bunu açdım. Bir puffer. Bax, bu da yüksəlişdədir. Düzdürmü? İndi çoxunuz bunu görüb, məsəl üçün short falan açırsınız da. Bax, bunu da açdıq. Ekstra bir də Bitcoin hal-hazırda yüksəkdədir də, düzdür? Bir də ki, Bitcoin'ə full balans əlbəttə ki, daxil oluruq. Bir də Bitcoin'ə full balans long açdıq. İndi düzdür, Sren çox aşağı-yuxarı oynayır deyə. Bax, qətiyyən uşaqlar, burada qorxu olmaz. Çünki niyə? Onsuz da biz artıq oyunun qaydalarını bilirik. Oyunun qaydalarını bilirik ki, məsəl üçün, bax, bu da xeyirlə bağlanacaq, bu da xeyirlə bağlanacaq, bu da xeyirlə bağlanacaq, fərqi yoxdur. Hamısı xeyirlə bağlanacaq, başa düşdünüz? Ani manipulyasiyadır. Burada göyə 40% düşünün, 40% göyə ziyanı göstərib bizi qorxuzurlar. Təbii ki, bu belə deyil axı, bu belə də ola bilməz. Çünki niyə? Bax, 35 dollar artıq xeyirdədir, açdığımız pozisiya. Özünüz görürsünüz, 111 dollarlıq bir pozisiya açmışıq. İndi bu bir pozisiyamızda nə qədər? 11 dollar. Bax, bunu 100%-da və ya 50-60%-da da bağlaya bilərik. İndi isə nə isə gözləyək. Day uşaqlar, bir də bunu da deyim ki, əgər ki bir pozisiya girirsinizsə, yəni qorxmağın heç bir faydası nə sənin üçün, nə mənim üçün, yəni nə kiminsə üçün yoxdur. Artıq dostlarım, gördüyünüz kimi pufferə girdiyimiz pozisiya bizə 270 dollar qazandırıb. Yəni nə qədər? 199 dollar pul qoymuşduq, düzdürmü? Artıq 300 dollarlıq bir, 332 dollarlıq bir xeyirliyi. Baxın, buradan piyasanı seçəcəm. Bağladıq. Biri getdi. Deməli, qaldı bu pozisiyamız, düzdürmü? 300 dollarımızı götürdük. Ümumilikdə 200 dollar qoymuşduq. 571 dollar balansa qayıtdı. İndi isə baxın, Sren. Bu da 100%, 147% oldu. Bax, piyasa. Siyah, bağla 161 dollar da bağla. 183 dollar bağlandı. Bunu da götürdük, 190 dollar profitlə bağladıq. Bu da getdi. İndi qaldı Bitcoin. Düzdürmü? Qaldı Bitcoin, Bitcoin'i gözləyirik. Yəni bir söz deyim ki, yoldaşlar, qısaca mən bu videonu niyə görə çəkirəm? Gördüyünüz kimi trend üzü yuxarı idi. Mən demirəm, amma burada sizdən çox bilirəm. Xeyr, yəni sizdən qətiyyən çox bilmirəm. Başa düşdünüz? Ancaq sizdən bir şey fərqli olaraq bilirəm ki, qabaq mən də dirəşirdim. Çox dirəşirdim longu, shortu, o olacaq, bu olacaq. Yəni konkret ömrümü qoymuşdum bunun üzərinə ki, bazarla dirəşirəm göyə. Bitcoin longdadsa longa girirəm. Bitcoin shortdadsa, məsəl üçün,
qabaq elədiyim səhvi deyirəm bu arada. Məsəl üçün Bitcoin lonqa gedirsə deyirəm ki, buradan düşəcək, vəsiyo, shorta girirəm və ya Bitcoin shorta gedirsə deyirəm ki, buradan qalxacaq, lonqa giriş edirəm. Başa düşdünüz? Bu səhvləri o qədər saysız hesabsız etmişik ki zamanında. Amma indi gördüyünüz kimi relax. Sadəcə videonu bir də başına fırlayın. Ən başda açdığım pozisiyalara baxın. Sıfırdan gözünüzün qabağında. Niyə? Trendə uyğun hərəkət elədim, başa düşdünüz? Yəni mən burada böyük bir şey etmirəm. Və ya illərin mən traderiyam deyən şəxslərin özü belə hər hansı böyük bir trade falan etmir. Başa düşdünüz? Yəni burada nədir? Sadəcə və sadəcə hər şey həqiqi mənada trendə bağlıdır. Başa düşdünüz? Yəni bu illər mənə sadəcə və sadəcə bunu öyrətdi ki, bu konkret olaraq gördüyümüz iş trendə bağlıdır. Yəni trend üzü hansı tərəfədirsə dirəşmə bazarına. Sən də get üzü o tərəfə. Başa düşdün? Bu günlərin məsəl üçün Bitcoin qalxmağa başlayıbsa, get Bitcoinə qalxmağa long aç. Başa düşdün? Və ya hər hansısa bir kriptovalyuta ki, bundan öncə gördünüz, qalxmağa başlayıbsa, get o kriptovalyutaya, məsəl üçün, onsuz da bu longa, shorta əgər girirsənsə, bax, bunu bu şəkildə et. Qazanacaqsan. İndi isə nə isə Bitcoin də bağlayayım. Piyasa ilə, yox, piyasa ilə bağlayacaq. Bağlandı. Yəni, ümumilikdə 3500 dollarla girdik və 509 dollar 0,4 sent qazancımız oldu dəqiqələr içində. Əlbəttə ki, dostlarım, bu qazanclar bəzən xeyirdə giririk, ziyanda çıxırıq. Xeyirdə giririk, ziyanda çıxırıq da deyirəm. Yəni, xeyir götürmək üçün giririk, sonra ziyandan bağlayırıq. Yəni, bu şeylər də olur. Yəni, bu tərz rahat qazandığımıza baxmayın. Yəni, biz elə illər olur ki, yəni, il boyunca dayanmadan itişəyə gedirik, başa düşdünüz. Bunun da hamısı nədir? Əlbəttə ki, psixologiyadır. Ona görə psixologiyanızı çalışın, trendə yönəldin. Başa düşdünüz? Bax, 2 valyutada sizə göstərdim. 2 valyutada. Qardaş, sizin qoyduğunuz pul puldursa, bizim də qoyduğumuz pul puldur. Konfet kağızı deyil. Eyni riski edirik. Başa düşdün? Hər kəsin sadəcə olaraq trade sahəsində fərqli belə deyim sizlərə, strategiyaları var. Mənim də stratejiyam artıq budur. Yəni, mən bu yolu tutmuşam. Trade baxımında bu yolu tutmuşam. İndi isə gələyin əsas söhbətə. Yoldaşlar, V2 kanalımızda bildiyiniz kimi artıq yəni giriş edə bilərsiniz. V2 kanalı sadəcə və sadəcə siqnallardan ibarət olan bir kanaldır və ora istifadəçi başına giriş 200 dollardır və oranın illik ödənişi 200 dollardır. V1 kanalına isə daxil ola bilərsiniz. V1 kanalda baxın budur. Bu kanala daxil olmaq üçün sadəcə olaraq indi mən birja ilə təbii ki sponsorlu işbirliyi də görürəm. Bu arada bunu da qeyd edim. KZX birjasında bizim referans linklə qeydiyyatdan keçməlisiniz və qeydiyyatdan keçdikdən sonra isə deyək ki qeydiyyatdan keçsin, hesabını KYC mütləq etməlisən və hesabına ən azı 100 dollar, yəni 102 dollar belə deyək, məbləğ yatırmalısan və ondan sonra Telegramda mənə yazaraq V1 kanalımıza da qoşula bilərsən. Diqqət yoldaşlar, mən orada sadəcə və sadəcə öz güvəndiyim kriptovalyutalara yatırım edirəm və bugün də 509 dollarlıq xeyirlə qapıyıram. Yəni inşallah ki siz də istədiyiniz səviyyələrə bu kripto işində gələrsiniz. Sağ olun, hələlik.